Salam. Necəsiniz? Ümid edirəm yaxşısınız və şey qaydasındadır. Sizi bir Bakı gecəsindən salamlayıram. Normalda gecələr çox da video çəkmirdim. Daha çox günortalar çəkməyə çalışıram ya da səhərlər çəkməyə çalışıram, amma hal-hazırda işıq bilmirəm necədir, səs bilmirəm necədir, amma sadəcə danışmaq istəyi var idi. Şimdi dedim ki, mən bugün o kameranı açmalıyam və danışmalıyam. Sabah danışsaydım bilmirəm. Bəlkə daha keyfiyyətli bir video çıxacaqdı ortalığa, amma nə qədər içimdəkiləri sizə çatdıra biləcəydim bilmirəm. Artıq sizinlə bir ailə kimiyik. İçimdə keçən bütün fikirləri sizinlə bölüşə bilirəm. Sizlə danışmaq mənə çox rahatdır. Bilirəm ki, ekranın digər ucunda fikirlərimi bölüşəcəyim. Məni dinləməyi gözləyən insanlar var. Bilirəm uzun bir müddətdir video çəkə bilmirdim YouTube-a. Həm də istəyirdim ki, belə danışmağı istədiyim bir anlarda danışım, çünki belə daha təbii olur. Mövzumuz bir münasibətdə olduğumuz zaman yanımızdakı insanla, yəni həmin insanın yanında nə qədər özümüz oluruq və ümumiyyətlə əsl münasibət nədir? Müasir dünyada informasiyanın çox tez yayıldığı bir dünyada taktikalar, psixologiyanın inkişafı ilə bağlı istər düzgün məlumat olsun, istər qeyri-düzgün məlumat olsun, yayılan taktiki bilgilər, məlumatlar, informasiyalar, müəyyən hiylələr, belə deyək də, münasibət hiylələri, münasibət koçlarının verdiyi məsləhətlər, yazılan kitablar və s. hamısının toplamında ortaya bir sual çıxır ki, biz münasibətdə özümüz mü olmalıyıq, yoxsa ilkin taktiksel adımlar mı atmalıyıq? Biz ümumiyyətlə kimi göstərməliyik qarşı tərəfə? Əgər şəxsi fikrimi soruşursunuzsa və elə həm də mütəxəssis fikrimi soruşursunuzsa, taktiklərlə münasibət getmir dostlar. Çünki münasibət bir insanın yanında mən olmaqdır. Tam olaraq özünü göstərməkdir rahat bir şəkildə, ifadə eləməkdir, düşüncələrini filtrsiz qarşı tərəfə çatdırmaqdır. Sənin özünü kəşf eləməyindir, amma bərabərində həm də onu kəşf eləməyindir. Özünü rahat belə deyək də, ifadə eləməkdir. Komfort zonadır da. Yəni münasibət insan üçün komfort zona olmalıdır. Və mənə bir sual maraqlıdır ki, özümüz ola bilmədiyimiz münasibətdə nə qədər xoşbəxt ola bilərik? Yəni nə qədər tam ola bilərik, bütöv ola bilərik? O deyir, iki insan birləşir, bir bütöv yaradır. Məncə elə deyil. İki bütün birləşir və daha böyük şeylər yaradır. Gözəlliklər yaradır. Məncə bu sistem belə işləyir və həmin o münasibətin içində olduğumuz zaman, əgər biz taktikadan istifadə ediriksə, deyirlərsə və bunu məsləhət görürlərsə, nə bilim, məsəl üçün də sənə mesaj yazdı, gözlə 2 saat sonra cavab yaz, 3 saat sonra cavab yaz. Yaxşı, bəs mən o mesajı telefonumda görəndə, o həyəcanımı, o içimin belə, o deyirəm, kıpır-kıpırlığını, o xoşbəxtçiliyimi niyə 3 saat gecikməliyəm? Niyə duyğumu həmin anda olduğu kimi yaşamamalıyam? Məsəl üçün. Və əgər o duyğular, o hisslər taktikaların içində boğulub gedəcəksə, mən niyə o duyğunu hiss eləmək üçün, yəni niyə hiss eləməməliyəm? Ya da niyə hiss eləmək üçün özümü 3 saat, 2 saat, bir gün sonraya təxirə salmalıyam? Niyə? Bu da düşündürücü başqa suallardan. Və dediyim kimi gəlirik münasibət, əgər biz özümüzü maskalayırıqsa. Normalda zaten gündəlik həyatımızda, iş həyatımızda, şəxsi həyatımızda, təhsil həyatımızda müəyyən rollarımız var. Və biz o rolların daxilində onsuz da maskalanırıq, onsuz da rollara giririk, onsuz da bəzən özümüz kimi, bəzən özümüzdən fərqli davranırıq. Bunların hamısını mən qəbul edirəm. Amma başda dediyim kimi münasibət bizim komfort zonamız olmalıdır. Hər münasibət ciddiyə getməlidirmi, gedirmi? Yox. Amma hər münasibət bizə fərqli şeylər öyrədir. Bəzən özümüz olmağı, bəzən özümüzə baxmağı, belə bir ifadə var, mən çox sevirəm bu ifadəni, deyir ki, əgər qarşıdakı bir insanın hərəkəti sizi qıcıqlandırırsa, deməli o hərəkət sizdə də var. Sən özünü görüb burada qıcıqlandırırsan və bəli, qarşılaşdığımız insanlar bizə özümüzü göstərə bilir.
bizdə müəyyən qıcıq yaradırsa, bizdə müəyyən narahatlıq yaradırsa, özümüzü göstərir də. Demək ki, orada biz özümüzü dəyişməliyik. Və nəticədə biz özümüzü bütövləşdirib, özümüzün frekansımızda olan, səviyyəmizdə deməyəcəm, yaxşı çıxmır o söz, hamıda qalsın. Bizim düşüncədə olan, bizim enerjimizdə olan bir insan tapırıq. Tapmırıqmı? Tapırıq. Həmin period üçündə o enerjimiz dəyişirsə, özümüzü daha başqa bir üst level çıxardırıqsa, üst səviyyə çıxardırıqsa, həmin enerjimizə uyğun da başqa bir insan tapırıq. Yox amma ən gözəli bir yerdə addımlayırıqsa, bir yerdə həyatımızı, enerjilərimizi, həyat səviyyələrimizi dəyişiriksə, bu əla olur. Türklər demişkən, tadından yenməz olur. Amma o olğunluğa, o səviyyəyə gəlib çatmaq üçün də öz üstümüzdə çox işləməliyik. Mənim YouTube səhifəmdə belə bir video var ki, həyat səviyyələrindən danışıram. Birinci, ikinci, üçüncü həyat səviyyələri, müəyyən həyat səviyyələri müəyyən məqsədlərə, arzulara çatandan sonra dəyişir. Dəyişməlidirmi? Dəyişməlidir. Və o mərhələlərini necə keçiririk biz, onlar haqqında danışmışam. Keçirilib baxarsınız istəsəniz. Münasibət mövzusundan kənara çıxmaq istəmirəm. Münasibətlərdə çıxmazlar olurmu? Olur. Dəyişimlər olurmu? Olur. Sizin insanınız, o bəzən sual verirlər, məsələn, fərdi seanslarımda da. Kiləmə xanım, necə bilim mənim insanımdır, doğru insandır. Birinci, doğru kimə görə, nəyə görə? Hər kəsin öz doğrusu var. Birinin doğrusu sizin səhvinizdir. Sizin doğrunuz başqasının heç ağlına belə gəlməyib. Ola bilər də. Doğru sizin doğrularınız. Birinci bunu təyin edirsiniz. Sonrasında da bədən sizə düzgün hər şeyi öyrədir. İnsan bədəni hər zaman istifadə etdiyim bir belə deyək də söz var, deyir. Əzələlərimizin belə yaddaşı var. Bu söz mənim deyil. Həqiqətən əzələlərimizin belə yaddaşı var və bədən heç nəyi unutmur. Bədən sizə doğru istiqaməti verəcək. Sadəcə onu dinləmək lazımdır. Beynimizdəki səsləri yox, əlavə ətrafımızdakı insanların fikirlərini yox, özümüzü və öz harmoniyamızı, öz bədənimizi dinləmək lazımdır. O bizə nə qədər düzgün reaksiyalar verir. Biz bir insanın yanında oturmuşuq, adi bədən dilinizi belə müşahidə edəndə görürsünüz ki, bədəniniz hansı istiqamətdədir, o insanın istiqamətindədirmi, kənardadırmı, getməyimi istəyir, orada qalmağımı istəyir. Bəzən bəzi insanlar olur ya, onlarla danışırsınız, bax, ayda biz 3 saatdır danışırıq, necə keçdi bu vaxt? Və ya bir insanın yanında olursunuz, zamanın necə keçdiyini bilmirsiniz. Əliniz telefona belə getmir də, yəni ki, mən bu telefonla danışmalıyam və ya yox. Məcbur olmadığınız halda burada bir parantez açıram. Doğru insanı tapmaq anlayışı həmişə mənə belə necə absurd gəlib də ki, zaman gəlir. O dediyim kimi Maslow'un 3 bucağı var ya, ən yuxarıda özün aktualizasiyada. O aktualizasiyanı keçirsiniz və o aktualizasiyanı keçəndən sonra ən gözəl şəkildə həyat sizi bir insanla qarşılaşdırır. Həyatımızdakı insanlar bəzən bizə sınaq kimi gələ bilir. Amma o sınaq periodları bitəndən sonra həqiqi bir yerdə addımlayacağımız və o addımlardan kiçik, balaca, minik dərslər çıxaracağımız insanlar gəlir. Hansı ki, o insanla artıq bir yerdə addımlayırsınız. O sizin üçün nə sınaq deyil, nə imtahan deyil, nə bədəniniz həddindən artıq reaksiyalar vermir, çox həyəcanlanmır, çox əsmir. Bəzən bunu da insanlar qarşılaya bilər ki, ay həyəcan hiss edirəm, bu mənim üçün necə deyim də, yəni sevgi göstərgəsidir. Həyəcan hansı səviyyədə? Yəni əgər bədəniniz ciddi bir şəkildə əsirsə, kəskin reaksiyalar verirsə, dostlar, acını söyləməliyəm. O deyir, reallığı acıdır. Reallığı deməliyəm, bu sevgi göstərgəsidir. Bu bədənin narahat olduğu göstərgəsidir, göstəricisidir, belə deyək. Ümid edirəm fikirlərimi tam olaraq sizə çatdıra bildiyim bir videonun da sonuna gəldik. Bəlkə məni ilk dəfə izləyirsən, bəlkə məni artıq abunəsən, dəfələrlə izləyirsən, bilmirəm. Amma dediyim kimi, biraz da olsa fikirlərimi bölüşmək mənə yaxşı gəlir. Ümid edirəm sizlərə də yaxşı gəlir. Bilmirəm necə bir təcrübələrdən keçmisiniz, bilmirəm necə bir təcrübələrdən keçirsiniz. Amma hər birinizə sadəcə ən gözəlini, ən qəşənginin olmağını niyyət eləyirəm. Ümid edirəm ki, sənin üçün hər şey çox qəşəng olacaq. Görüşərik.